Şəhər rayon mərkəzi xəstəxanasında təşkil olunan məşq mövcud texnika və avadanlıqların tətbiqi ilə 7 tədris nöqtəsində həyata keçirilib. Məşqin ilk mərhələsində xəstəxanada mülki müdafiə işinin təşkili vəziyyəti, məşqə cəlb olunan qüvvə və vasitələrin hazırlıq səviyyəsi yoxlanılıb, iştirakçılara qarşıda duran vəzifələr barədə ətraflı məlumat verilib. Növbəti mərhələdə şərti olaraq kommunal sistemlərdə baş vermiş qəzalar, qazanxana və zirzəmidə yaranmış partlayış, eləcə də yanğın hadisələri zamanı görüləcək tədbirlər praktiki şəkildə nümayiş etdirilib. Qəza bərpa işləri aparılıb, yanğın ocaqları söndürülüb, qəza xilas etmə və digər təxirə salınmaz tədbirlər həyata keçirilib. Təlim çərçivəsində tüstü ilə dolmuş mərtəbələrdən, palatalardan və yanğın ocaqlarından xəstələrin, eləcə də yuxarı mərtəbələrdə və liftdə qalmış şəxslərin təxliyəsi yerinə yetirilib. Zərər çəkənlərə ixtisaslaşdırılmış həkim briqadaları tərəfindən ilkin tibbi yardım göstərilərək digər səhiyyə müəssisələrinə göndərilmələri təmin olunub. Məşq zamanı həmçinin fövqəladə hallar zamanı zərər çəkənlərin qəbulu, onlara tibbi yardımın göstərilməsi, radioaktiv və kimyəvi təhlükələr şəraitində işçilərin mühafizəsinin təşkili məsələləri də praktik olaraq icra edilib. Sonda xəstəxananın fəaliyyətinin bərpası üzrə tədbirlər həyata keçirilərək, müəssisə yenidən zərər çəkənlərin qəbuluna hazır vəziyyətə gətirilib. Qeyd edək ki, məşqə Şəhər rayon mərkəzi xəstəxanasının mülki müdafiə qüvvələri, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları və təcili tibbi yardım xidmətinin əməkdaşları olmaqla ümumilikdə 120-dən çox şəxsi heyət və 10 müxtəlif təyinatlı texnika cəlb olunub. Şəhər rayon mərkəzi xəstəxanasında keçirilən nümunəvi obyekt mülki müdafiə məşqinin və əsas məqsədimiz rayonun ümumilikdə mülki müdafiə tibb xidmətinin fövqəladə hallara hazırlığını yoxlamaq, obyekt mülki müdafiə qüvvələri və ixtisaslaşdırılmış həkim yardımı briqadalarının peşəkarlığını artırmaq, o cümlədən Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları ilə xəstəxananın bütün personalının qarşılıqlı fəaliyyətini ortaya qoymaq idi. Ümumilikdə xəstəxananın bütün fəaliyyəti qənaətbəxş qiymətləndirildi və qarşıya qoyulan məqsədlərə nail olundu. Heydər Məmmədov, Əli Məmmədov, Rahib Babayev, NTV Xəbər.